Xalaoğlunun villasında qonaqlıq partiki. Evdə qızğın hazırlıq işləri gedir. Nəhayət ki, uşaqlar planşeti buraxıb Allahın havasına çıxdılar. Biraz həyətdə oynasınlar, başımız dinc qalsın. Kabab üçün duzlu su istədilər. Mən bu duzun miqdarını heç vaxt dəqiq bilməmişəm. Bəh-bəh, kartoşkanı belə qabıqlı qızardanda ayrı bir ləzzətli olur. Həsəni yatan görüb xoşbəxt oluram. Keçirik süfrəni hazırlamağa. Bir evdə əgər birlik varsa, hər şey daha gözəl olur. Hər əlinə gələn nə varsa gətirir süfrə. Toplanırıq həyətə. Görün nə qəşəng görüntüdür. Kameramanın göz haqqı deyib qazana yaxınlaşırıq. Bizimkilərdən gizlin yemişdim. Videoya baxanda işin üstü açılacaq. Bir qırıq oynayandan sonra qayıtdılar yenə planşet. Həsəni saxlamaq elə buradakı ən böyük işdir. Bunlar elə telefonların yarısıdır. Süfrəni hazırladıq, rahatca oturduq, yedik, içdik. Onlar isə aşağıda kabab edilir. Biz artıq süfrəni yığışdırırıq, onlar isə qabları birlikdə qab yuyana yerləşdirib, yuyub, silib. Onlar üçün süfrə hazırladıqca da gətirdiklərin özləri yesin. Sıra gəldi mənim tortuma. Özüm hazırlamışam deyə demirəm, çox ləzzətli idi. Çaylarımız da içdik, meyvələri yedik, ən sonda isə uşağı torpaqlayıb evə getdik.